Herkes salamlayıram. Bugün yine çok maraqlı mövzuyla, çok değerli doktorumuzla bir yerde müzakirələr aparacağıq. Bugünkü qonağımız uşaq və yeniyetmə psixiatrı, uzman doktor Ceyran Əhmədovadır. Xoş gəldiniz doktor. Hoş geldin. Çox maraqlı bir mövzudur. Bu mövzu əslində biz tərəfə də toxunur, yəni nevroloji, psixiatrik tərəfə də toxunur. Yuxu pozuntuları haqqında bugün danışacağıq. Yuxu pozuntusu uşaqlarda, yeniyetmələrdə bugünkü gündə böyüklərdən də deyərdim ki, çox rast gəlinir. İlk öncə onu götürək. Səbəbləri nədir? Niyə uşaqlarda yuxu pozulsun ki, və yaxud yeniyetmədə niyə yuxu pozuntusu olsun? Bəli, həqiqətən çox aktual bir mövzudur və müayinəyə gələn hər bir uşağın ayrıca soruşmaq lazımdır, yuxusu necədir? Yəni, bəzən soruşduğumuzda yuxu necədir, yaxşı deyib keçir. Bunu araşdırdığımızda ki, neçədə yatırsan, neçədə qalxırsan şəklində artıq geniş bir araşdırma elədiyimizdə görürük ki, həqiqətən o yeniyetmənin dediyi yaxşı, yuxum yaxşıdır dediyi şeyin altından 3-4 saatlıq bir yuxu çıxır. Çünki burada daha kiçik yaşlarda valideyn nəzarət eləyə bilir uşağın yuxusuna. Biraz böyüdükdən sonra ekran məruziyətinin çox artması, sosial medianın istifadəsi və uşaqların daha çox sərbəstləşib özünə ayrıca bir otağında takılması bu biraz uşaqlarda yuxusuzluğa gətirib çıxara bilir ki, valideyn nəzarət eləyə bilmir artıq buna və uşaqlarda daha çox sosial media istifadəsi, nəzarətsiz ekran məruziyəti daha çox səbəbiyyət verir yuxu pozğunluqlarına. Ancaq daha da geniş araşdırdığımızda diqqət eksikliyi hiperaktivitələrdə çox, hətta bunu uşaqlığına, kiçik yaşlarına endiyimizdə uşaqların yeni doğan dönəmində belə həmin uşaqların çox az yuxu yatdıqları, yuxuya dalmaqda çətinlik çəkdikləri, yuxuya getmədəki çətinliklər, yatmaq istəməmə, indi hər bir valideyn öz uşağına diqqət yetirə bilər ki, məsələn, uşaq 2 yaşı var, amma yatmaq istəmir. Yatmağa zorla aparır valideyn, orada da zorla yatızdırır və sonrasında təşviş pozuntularında yuxuya getməkdə çətinlik ola bilər. Bu daha çox məktəb öncəsi dönəmdə uşaqlarda valideyni itirmə qorxusu falan, uşaqlarda yaranan fiziolojik qorxuların daha da dərinləşib, patoloji şəkildə uşaqlarda yuxu problemlərinə gətirə bilir. Eyni zamanda depressiyada çox yuxuluq və ya yuxu azlığı olması rast gəlinir. Bundan başqa psixiatrik xəstəliklərin digərlərində, məsələn, bipolar pozuntuda çox az yuxunun olması, yuxunun olmamasına rağmen, yəni yuxulamamasına rağmen pasiyentin gün ərzində də çox enerjik olmasını müşahidə edirik. Bu şəkildə çox rast gəlinir. Yaxşı, bəs götürək ki, uşaqlar deyirik planşetlə, telefonla çox məsul. Məsələ ona görə də mən hətta özümdə diqqət edirəm ki, bizdə məsələn götürək ki, məktəb dönəmlərində uşaqlar daha tez yatırlar. Çünki dərslər oraya yorulurlar. Valideyn nəzarəti biraz güclü olur. Valideyn biraz belə deyək də öhdəsindən gedə bilir uşağının, yat deyəndə yatıstıra bilir. Biraz ərgənlik dönəmi işin içinə girəndə, yeniyetməlik dönəmində həm uşaq artıq mən bir fərdəm, mən artıq özüm bilərəm, biraz o şeye girdiğine göre valideynlə çaxnaşmalar da, davalar da biraz çox olur. Yat deyəndə yatmır, artıq valideyn də bəzən yorulur, pes etir belə deyək, gedir özü yatır, uşaq qalır yenə telefonla baş-başa. Biraz ta kökdən biraz nəzarətlə gəlmək lazımdır. Burada mən hər zaman valideynlərə də deyirəm ki, biraz ekran məruziyyətində valideynin nəzarəti çox olmalı. Yəni telefonu tutaq ki, alıb uşağa verməklə iş bitmir də, bunun istifadə qaydasını, necə istifadə olunmalıdır, bunun təhlükələrini uşağa başa salmaq lazım. Yəni kör-körənə telefonda uşağın birini aldım, hədiyyə verdim. Orada da biraz valideyn də nəzarəti biraz boş buraxanda, azaldanda uşaq da başlayır, telefon mənim deyil, özüm bilərəm şəklində. Ona görə biraz daha, yəni hər şey burada yenə də valideyndə bitir də. Yəni valideyndə bitir. Bəzən uşağın bir üzündəki gülüş, sevincə görə sevindirməkdən ötürü ya ad günündə, hansı xoş günündə o telefonu veririk, həqiqətən o müəyyən anlıq çox bir xoşbəxtlik yaşayır. Amma sonrasını fikirləşmirik. Təbii ki, texnologiyadan uzaqlaşa bilmərik. Yəni telefonsuz, kompütersiz olmayacaq. Yəni bu mümkün də deyil. Ancaq bunun necə istifadə olunmasını, hansı təhlükələr var, nəzarətsiz, yəni bu uşağın kör-körənə YouTube
çoxdur, açsın, girsin Instagramda və ya başqa sosial mediada rahatlıqla istifadə eləsin, bu olmamalıdır. Yəni uşaq nəzarət olunmalıdır, nəyə baxır, nəyə izləyir, neçədən gün ərzində neçə saat ekran məruziyəti var uşağın, bunların hamısına valideyn nəzarət etməlidir. İzlənməlidir. Bu uşağın daha çox danışdığımız rejim pozuntusuna bağlı, yəni yuxu pozuntularıdır qeyd elədiklərimiz. Bəs eyni zamanda biz bilirik ki, yuxu daha dərin bir məfhumdur. Yəni sadəcə yuxu deyil. Yuxunun özünün içində elmi tərəfdən araşdırsaq, onun non-REM, REM kimi səthi yuxu, dərin yuxu mərhələləri və onlar da bir-birini əvəz eləyir. O mərhələlərin özünün hər biri bir funksiya icra eləyir və bəzən olur ki, uşaq sanki yatır və yaxud böyük insanlarda da bu belədir. Yatır, durur, vaxtında yatır, sanki vaxtında da durur, amma o yuxu deyil. Yəni ayıldıqda o keyfiyyət deyil, sanki yatmamış kimi bir şey olur. Yəni bu uşaqlarda gecə yuxu kabusu dediyimiz, yuxu terroru dediyimiz problemlərlə qarşı-qarşıya qalırmı? Yəni bu daha çox kiçik yaşlı uşaqlarda rast gəlirik. Yəni valideyn deyir ki, gecə uşaq qalxır, çığırır, ağlayır. Yəni sakitləşdirmək mümkün olmur. Bu bəzən hər gecə təkrarlanır. Bunu daha çox valideyn belə olduqda müraciət eləyir. Çünki belə deyək də bu valideynin də həyat kalitəsini aşağı saldığına görə, pozduğuna görə valideyn istər-istəməz müraciət eləyir həkimə ki, bu uşaqda bir problem var, niyə yatmır? Bu zaman təbii ki, ilk öncə nevroloji tərəfdən də bir epilepsi yadımı deyilmi, bunu dəyərləndirməmiz üçün ilk öncə təbii ki, bir nevroloji müayinə istəyirik, EEG istəyirik, yuxu EEG-si. Ancaq yox, əgər heç bir problem yoxdursa, yəni bunun keçməsini valideynə də bildiririk, biraz yuxu dəstəyi verərəkdən, yəni eğitim verərəkdən, təlim verərəkdən ki, həmin anda necə davranması lazımdır valideynin, keçməsini gözləyirik. Yox, əgər görsək ki, uşaq həmin anda təhlükəli bir davranış sərgiləyir, özünə zərər verici şəkildə bir davranışı var və ya valideyn tutub saxlaya bilmir, uşaq özünü yerə atır, bu uşaqda təhlükə yaradacaq bir səviyyədədirsə, təbii ki, o zaman farmakoloji dərman müalicəsinə başlayırıq həmin uşaqlarda da. Amma biraz böyük yaşlarda, məsələn, deyəlim, uşaqda depressiya var və ya təşviş pozuntusu var, uşaq yeniyetmə valideynindən uzaqdır, valideyn nəzarət etmir, baxmır uşaq neçədə yatdı, neçədə qalxdı. O zaman uşaq gecə oyanır, hər oyandığında da məsələn təşvişə bağlı yatmaqda, dalmaqda çətinlik çəkir və davamlı şəkildə ruminasiya dediyimiz düşüncələr davamlı gəlir beyninə, təşvişi ola bilər, bu depressiv bir düşüncələr ola bilər. Yəni buna bağlı uşaqda yuxu pozğunluqları yarana bilər. Təbii ki, bu vaxtda uşağın özünün tək başına dəyərləndirilməsi, müayinədə, yəni yeniyetmənin tək başına dəyərləndirilməsi, onu rahatsız eləyən nə kimi duyğular var, düşüncələr var, onların üzərində işlənməsi lazımdır. Bu ya terapiya şəklində və ya dərman müalicəsindən dəstəkləyərək bunu ortadan qaldırırıq. Bir də doktor, orqanik problemlərə gəldikdə, məsəl üçün, hansı orqanik problemlər, məsələn, narahat ayaq sindromlarının özünü götürsək, biz bəzi qan dəyərlərini istəyirik, yetişkinlərdə də dəmir səviyyəsinə baxmaq, anemiyalara, zob problemlərinin olub-olmamasına bağlı olaraq bunları istəyirik və yaxud digər problemlər biz tərəfdə, məsələn, yetişkinlərdə, məsələn, insulti olan və yaxud da Parkinson xəstəliyi olan, beyin mənşəli bəzi degenerativ xəstəlikləri olan insanlarda yuxu pozuntuları yarana bilər və yaxud da daxili somatik xəstəliklər götürək ki, bir hipertoniyası var ona bağlı olaraq və yaxud şəkər xəstəsi, böyrək xəstəliyi var, onlar özü də yuxunun keyfiyyətinə, yuxuya təsir edə bilir ki, biz bunlarda artıq ikinci şəkildə deyirik ki, burada yuxu pozuntusu yaranıbdır və uşaqlarda və yeniyetmələrdə götürək. Biz ilk öncə gəldikdə pasiyent ki, yuxu şikayətim var, hansı orqanik problemlər üzərində düşünüb onu bir araşdırmağa çalışırıq? İlk öncə, məsələn, uşağın yuxusu necədir? Məsələn, bunu soruşduğumuzda valideyndən bəzən yaxşı deyir, amma bir araşdırdığımızda, məsələn, altında bir uşağın xorlaması var. Məsələn, uşaq xorulduyurmu yatanda? Bir adenoid varmı? Tənəffüs yollarında bir problem varmı? Bəzən həkimlərimiz də yanlış yönləndirmiş olur. Məsələn, adenoid var, uşağın yuxu kalitəsi 0 deyəlim.
bilmirdim. Amma həkimə getdiyimdə həkim deyir, yox, biraz da gözləməliyik, biraz da. Yəni gerçəkdən əməliyyata ehtiyac varsa, uşağın yaşına baxılmaksızın, yəni əməliyyat göstərişi varsa, indikasyon varsa, əməliyyat olunmalıdır. Çünki həqiqətən uşaq yetəri o yuxu apneləri olur, yuxudakı xorlamalar, tənəffüs, yəni belə deyək də, yetərli oksigen beyinə çatmadığı və ya yetərli yuxunu yatmadığı üçün uşaqda inkişafına təsir edən faktorlardır. Eyni zamanda köklük problemləri də yuxu problemlərini gətirib çıxara bilir. Eyni zamanda böyüklərdəki kimi hipotiroiddə, tiroid problemlərində, şəkər xəstəliyində də yanaşı olaraq yuxu problemləri görürük. Eyni zamanda reflü, eğer uşaqda reflü varsa, gastroesophageal reflü varsa, alergik problemlər varsa, o zaman da yuxuda problemlər görülür və belə halda ixtisası olan həkimlərə müraciət etmək və pediatra müraciət etmək şərtdir. Bəli, mütləq şəkildə, yəni bir problem, yuxu ilə bağlı problem varsa ilk öncə bilinməlidir ki, bir mütəxəssis dəyərləndirməlidir. Mütəxəssis dəyərləndirdikdən sonra, yəni burada hər zaman o demək deyil ki, hansısa rəng problem illaki olmalı. Sadəcə olaraq birinci növbədə rutin pozulubsa, o yuxu gigiyenasına müraciət eləməlidirlər və yuxu gigiyenasındakı problemlər düzəldikdən sonra yenə də bir göz gəzdirilməlidir onun yuxusundakı düzənə falan. Gigiyenasında doktor, ən əsas bir məqamı istəyirəm vurğulayaq ki, nələrə diqqət eləsinlər? Valideyn olaraq valideyn nəyə diqqət eləsin və yaxud yeniyetmə artıq uşaq deyil də, o da artıq özündə baxaraq, maariflənərək özü ona diqqət eləməlidir ki, biz nələrə diqqət eləyək ki, yuxumuzun keyfiyyəti yaxşılasın. Çünki uşaqların praktiki olaraq yuxu sadəcə olaraq yatdım, dincəldim demək deyil. Yuxu bizim digər məsələn, necə qidalanırıq, necə su içirik, bizim üçün həyatın vacib bir ehtiyacımızdır. Yəni, o yuxu olmazsa həyat olmaz, yuxu olmazsa yəni həm ruhsal, həm fiziksel olaraq yəni yıpratan bir şeydir. Yəni həqiqətən də valideyn diqqət eləməlidir uşağın yuxusuna. Yuxu gigiyenası dediyimiz şey nədir? Öncəliklə beynimiz yuxu üçün bir sirkadian ritm var da, melatonin ifrazı üçün. Yəni bu gecə-gündüz rejiminə diqqət edilməsi lazımdır. Yəni öncəliklə rutin oluşturulmalıdır. Bu saatda yatılıb, eyni saatda yatılıb, axşam eyni saatda qalxılmasına önəm vermək lazımdır. Bayram günlərində, həftə sonlarında da yəni bunu abartı şəkildə 3-4 saat geriyə çəkərəkdən deyil də 1 saat maksimum tutaq ki, sabah bazarda yatmaq istəmir uşaq. 1 saat məsələn həmişə 11-də yatırsa 12-yə çəkə bilərlər. Onun dışında 3-ə 4-ə qədər uşaq oyaq qalması bu yol verilməz bir şeydir. Eyni zamanda gecə-geç saatlarında yemək yeyilməməsi lazımdır. Yəni mədəni, diafraqmanı yuxarı çəkəcək, uşağın yuxusuna negativ təsir eləyəcək yeməsinə diqqət edilməsi lazımdır. Və əgər uşaqda yuxuya getmədə problem varsa, yəni çətin yuxuya gedən bir uşaqdırsa, o zaman kafein içərikli məsələn çaydır, kofedir, qazlı içəcəklərdir. Bunlardan maksimum uzaq tutulması lazımdır uşağın və gecə axşam 4-dən sonra, axşam tərəf 4-dən sonra maksimum çay içilməməsinə özün göstərilməlidir. Və eyni zamanda yatağı uşaq yatmaq üçün istifadə eləməlidir. Yəni yataqda yemək yeyim, oyun oynayım, telefonla oynayım, kitab oxuyum, bu şəkildə deyil də yataq ancaq yatmaq üçün istifadə olunmalıdır və deyəlim uşaq saat 11-də yatağına girdi, yuxusu gəlməsə belə, məsələn bir yarım saat vaxtı yuxusu gəlmir, qalxıb bir havasını dəyişib təkrar qayıda bilər. Məsələn uşaq burada yuxusu gəlmədiyində mən yuxum gəlmir, artıq qalxım telefonla oynayım, kitab oxuyum və ya televizora baxım şəklində olmamalıdır. Ən önəmli uşağın yataq otağında televizor, kompüter nəzarətsiz baxıla biləcək. Bunlara yol verilməməlidir. Yataq otağın temperaturu 24 dərəcənin altında, yəni nə çox isti, nə çox soyuq olmamalıdır. Eyni şəkildə uşağın geyimi də hava keçirən gecə pijamalarından istifadə olunmalıdır.
Bundan başqa stres faktorundan uzaq tutulması lazımdır. Yəni stres yuxunu ən çox pozan problemlərdir. Əgər uşaqda bayaq sadaladığımız təşviş pozuntusu varsa, depressiya varsa və ya diqqət eksikliyi hiperaktivitəsi varsa, mütləq şəkildə bunların müalicəsi olunmalıdır. Yəni bir mütəxəssis tərəfindən bunlar dəyərləndirilməlidir. Çok sağ olun. Əslində doktor, mən şəxsən bir mütəxəssis olaraq deyim ki, hətta mən belə uşaqların o yuxu rejiminə diqqət eləməkdə çox çətinlik çəkirəm. Məsələn, uşaqlar ən çox nəyi yatmağa gedəndə nə biçlikləri eləyirlər? Gün ərzində bu uşaqları yedirtmək mümkün deyil. Yatağa gedəndə bunların acmaq yadlarına düşür, acmışam. Və bir həkim olaraq bilirəm ki, bu düzgün deyil. Yatağa gedəndə yeyib yatmaq düzgün deyil. Amma uşaq israrla mən axı acmışam deyərək biz çox vaxt vermirik. Amma nənə yanında olanda daha çox nənə faktoru deyil. Uşaq acıqdı uşağın yeməyi. Orada da yəni artıq bunu bir dəfə verilirsə uşağa, təbii ki, o zaman bu oturmuş bir öyrəşir uşaq bu davranışı. Burada da valideynin tutumu çox önəmlidir. Təbii ki, nə qədər indi çətin olur, biraz danışmaq rahat olur, əməl eləmək biraz çətin olur, amma həqiqətən valideynin tutumu çox önəmlidir. Yəni uşaq yemək yeyirsə, hər kəs masa arxasında yemək yeməlidir. Bunun bir rutini olmalıdır. Yəni uşaq da bilməlidir ki, mən yemək vaxtı yemək yemirəmsə, sonrasında yəni acısam da ac qalacağam. Yəni bunu valideyn biraz orada qərarlı davrandığında uşaq da bir sonrakində təbii ki, o gecə yatmadan öncəki yemələri istəmir. İnanırsınız, hətta vermirəm belə. Gedirəm özüm yatmağa, bir də ayılıb gəlirəm ki, xaladenik soyuducunu açıb eşir. Bir də nə problem olur ən çox? Mən bir valideyn olaraq bunu deyirəm. Hələ həkimliyi qoyuram bir qırağa, bir valideyn olaraq deyirəm. Uşaqlar çox vaxt o qədər gicə olurlar uşaqlar. Uşaqlar öz valideynlərini alladırlar. Yatağa gedirik, yatmağa gedirik deyirlər. Orada telefonla oynayırlar, açırlar, baxırlar. Biz bir müddət əvvəl evdə kamera qoyduq. İnanın ki, elə uşaqlara görə ki, həmişə nəzarətdə olsun, baxım. Və bir-iki mən sanıram ki, uşaqları bu vaxtı yatızdırıram. Artıq kamera qoyandan sonra o bir otaqdan baxıram ki, bunlar yatağa gedir, sən demə telefonu açırlar, oradan başlayırlar oynamağa. Yəni ona görə biraz valideyn, yenə də orada valideyn tutumu çox önəmli olur ki, məsələn yatmadan 2 saat öncəsindən heç olmaya 1 saat öncəsindən ekran yığışdırılmalıdır. Yəni burada da valideyn artıq yenə burada gəlirik başa ki, məsələn telefonu alanda qoyulan şərtlərin içərisində bu da olmalıdır ki, məsələn yatmadan 1 saat öncəsindən, 2 saat öncəsindən ekran yığışdırılacaq. O zaman da telefon artıq valideynin əlinə keçməlidir də, yəni uşaqlarda qalmamalıdır. Yəni uşağın yataq otağında ekran dediyimiz, yəni bu telefondur, televizordur, kompüterdə heç biri olmamalıdır. Yəni uşağın əli ulaşacaq yerdir. Çünki sonuç olaraq uşaq və yeniyetmədir və asıllıq, ekran da çox asıllıq yaradan bir şeydir. Yəni yuxu problemlərinin də başında həqiqətən araşdırmalar da onu göstərir ki, yəni sosial media istifadəsi yuxu pozğunluqlarını ən çox yaradan faktordur. Yəni ona görə də valideyn hara çevirsək də yenə gəlirik valideyndən tutunmalıdır. Valideyn tutumluluğu. Bir də digər ən sonuncu hansı nüansı, mən əminəm ki, burada olan bir çox valideynlər o problemi yaşayırlar. Hansı ki, uşaqları universitet dönəmindədirlər və yaxud universitetə hazırlaşırlar. Bugünkü gündə proqramımız o qədər ağırdır ki, gedirlər uşaqlar saat 4-ə kimi, 5-ə kimi dərsdə olurlar. Dərsdən sonra gələndə zaten uşaq o qədər yorğun olur ki, və yatmaq ehtiyacı duyur. Bunu da eləməsə uşaq dərs oxuya bilməz. Amma yatır və uşaq o yuxusunu ala bilmir, yorğun olur. Yuxusunu alıb durana artıq gecə olur. Beləcə ritm pozulur. Bax, bu da bizim qarşımıza çıxan amma yenə də problemdir. Nə qədər mən hər zaman uşaqlara da, yəni gələn yeniyetmələrə də deyirəm. Yəni tamam bir gün imtahan öncəsində falan bir həftə maksimumda yuxunu belə poza bilərsən ki, imtahana bir həftə qalıb çox
çox oxuyum falan. Amma artıq 2 gündən belə kitabların yazdığı, 2 gündən artıq yuxunun bu formada pozulması, gün ərzində gecə yuxusunun 3-4 saat olması artıq xronik yorğunluğa gətirir, çıxarır. Həqiqətən də araşdırmalar da onu göstərir ki, bu xronik yuxu problemləri gətirir uşaqlarda intihar girişimlərinə qədər gətirir, çıxarır. Yəni normal yatan uşaqlardansa o az yatan uşaqlarda suisid girişimləri çox olur, depressiyalar çox olur. Ona görə yəni uşağın sağlığı üçün nə qədər dərsi çətin olsa da, nə qədər ağır olsa da yuxu rejimi çox önəm verilməlidir. Yəni yuxudur da deyib keçilməməlidir də. Yəni yuxu həqiqətən uşağın həm fiziksel, həm ruhsal inkişafı üçün çox önəmli bir faktordur. Yəni bunu mütləq şəkildə ən az yeniyetmənin 8 saat yuxu yatması şərtdir. Bir də gündüz yuxusunun yerini gecə yuxusu vermir. Bir-birini əvəz edə bilmirlər. Əvəz eləyə bilmir. Ona görə də gündüz yuxusundansa uşağın gecə 7 saat yatması, 8 saat yatması daha vacibdir. Teşekkür edirəm Ceyran xanım. Çox gözəl bir nöqtələrə toxundunuz və bugünkü qlobal bir problemə toxundunuz. Əminəm ki, hər kəs üçün də çox maraqlı və maarifləndirici məlumatlar oldu. İzləyən hər kəsə təşəkkür bildirirəm və əgər sizdə də belə bir problemlər varsa və yaxud yaxınlarınızda problemlər varsa onlarla da paylaşa bilərsiniz və videomuzu like etməyi və daha çox insanı belə cəlb etməyi, dəvət etməyi unutmayın və izləmədə qalın. Təşəkkür edirəm sizə. Çox sağ olun dəvətiniz üçün. Sağ olun.